Chia toxumu son illərdə populyarlıq qazanmış bir qida məhsuludur və bir çox faydalı xüsusiyyətləri ilə tanınır. Bu kiçik, qara və ağ toxumlar qədim zamanlardan etibarən Orta və Cənubi Amerikada əkin edilir. Chia toxumu xüsusilə omega-3 yağ turşuları, lif, protein, vitamin və minerallarla zəngindir. Onların ən mühüm xüsusiyyətlərindən biri su ilə təmasda şişmə və gel kimi bir qat qurma qabiliyyətidir. Bu xüsusiyyət onları müxtəlif qidalarda, xüsusən də sağlam qidalanma planlarında istifadə etməyi asanlaşdırır. Chia toxumları ürək sağlamlığına, həzm sisteminə faydalıdır və qan şəkərini tənzimləməkdə yardımcı olur. Həmçinin kilo idarə etməsi üçün də faydalıdırlar, çünki liflə zəngin olmaları səbəbilə doyğunluq hissi yaradır və aclıq hissini azaldır. Chia toxumlarının istifadəsi çox yönlüdür. Onları süd və ya su ilə qarışdıraraq chia puddingi hazırlamaq, smoothielərə əlavə etmək, salatlar üçün çılpaq və ya ədviyyat kimi istifadə etmək olar. Həmçinin çörək və ya qəlyanaltılar üçün əlavə qida maddəsi kimi də istifadə edilə bilər. Chia toxumlarının sağlamlıq üçün faydalarından tam istifadə etmək üçün onların düzgün istifadəsi və miqdarına diqqət etmək vacibdir. Çox miqdarda istifadəsi mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Chia toxumu orqanizmin fiziki gücünü artırır. Omega-3 mənbəyi olduğundan zehni qabiliyyəti və yaddaşı möhkəmləndirir. Həmçinin qida kütlələrinin bağırsaqlarda hərəkətini sürətləndirir. Bədən çəkisi azalmağa başlayır. Chia toxumu arıqlamağa kömək edirmi? Bəli, chia toxumları mədədə çoxlu su əmərək şişir və uzun müddət toxluq hissi verir. Uzun müddət toxluq hissini təmin edərək arıqlamağa kömək edir. Chia toxumunun zərərləri. Hər bir qida məhsulu kimi chia toxumunun da bəzi zərərli tərəfləri ola bilər. Qarın ağrısı və meteorizm, qanaxma riskinin artması, alerji reaksiyaları, boğulma riski. Chia toxumları su ilə qarışdırıldıqda şişər və gel kimi bir quruluş alar. Bu, uşaqlar və ya udma çətinliyi olan insanlar üçün boğulma riskini artıra bilər. Gündəlik vitamin və mineral ehtiyaclarınızı qarşılamaq üçün 1-2 xörək qaşığı chia toxumu istehlak etmək kifayətdir. Chia toxumu lazımi miqdardan artıq istehlak edilməməlidir. Chia toxumu yağı böyrək çatışmazlığı olan insanlarda qaşınma, diabet və dəri xəstəliklərinin aradan qaldırılmasında təsirli ola bilər. Dərinin nəmlənməsini təmin edir.